Bu gün 19 aprel 2026-cı il tarixində Azərbaycan dili üzrə düşmüş buraxılış suallarının izahına gəlin baxaq. Birinci sualda deyilir, ədat işlənmiş cümlələri müəyyən edin. Qoysana həyatdan biraz zövq alım. Təbii ki, qoysana əmr ədatıdır, götürürük. Cəsarət də, sədaqət də bunlar bağlayıcıdır. Bu həkim həftənin tək günlər işləri bu cümlədə ümumiyyətlə ədat yoxdur. Bu işçi sənə tapşırılmışdı. Təbii ki, ki qüvvətləndirici ədat götürürük. O heç vaxt artıq söz danışmazdı. Burada da ədatımız yoxdur. Bəli, vaxtında gəlmirsən. Bu da təsdiq bildirən ədatdır. Cavabımız 1, 4, 6 A bəndi. İkinci sualda aşağıdakı hansı nümunələrdə ismin müxtəlif hallarında olan əvəzliklər həm də ismi əvəz etmişdir? Yəni, hallarında deyirsə, deməli həmin cümlədə ən azı 2 dənə ismi əvəz etmiş əvəzliklər olmalıdır. Birincidə mən ismi əvəz edib, adlı kal, onun dırnağını təbii ki, bu da yiyəlik hal. Biri götürürük. Bu qoca dünyanın şahidiyəm mən adlı kalda olsa da bu sifət əvəz edib. Üstəlik, hər gəlib gedən növbəti əvəzliyimizdə sifət əvəz etmiş əvəzliyidir təyini. Yəni, ikini götürməliyik. Tələb edirdi ki, onu, təsili halımız həmin kəndə göndərsin. Yəni, burada da həmin sifəti əvəz edib, yəni ismi əvəz etmiş bir əvəzlik olduğuna görə biz üçü götürmürük. 4-də indi Ziba hər axşam onun yanına gəlir, onun yiyəlik halımız, ona yönlük halımız. Deməli, 4-ü götürürük. Təkcə mən deyiləm hüsnə mail, mən adlı kal, göz dikibdir tamam Qarabağ sənə, yönlük hal. Deməli, 5-i də götürürük. Cavabımız olur 1, 4, 5. 33-cü sual. Təzə açılmış çəkləri görəndə, yazımlıq nəfəsini sinənə çəkəndə adamı qəribə hisslər bürüyür. Cümləsində həmcins zaman zərflikləri nə ilə ifadə olunub? Təbii ki, anda əndələri buradan görürük. Feili bağlama və özündən qabaqçı sözlərdə özünə çəkib, feili bağlama tərkibinin əmələ gətirib. 34-cü sual. Hər iki sözdə eyni hərf buraxılmışdır. Eyni hərf. Deklamasiya daha doğrusu ekoloji. Yəni, fərqli hərflərdir. Etimologiya, sonra etimologiya və ədabas sözü. Bu da uyğun deyil. Həşərat, fontan, bu da uyğun deyil. Detektiv, bunu bəzən şagirdlərin çoxu D kimi qəbul edir, amma T-dır. İstirahət, bəli, cavabımız oldu. C variantı. Debütantdır bu. Bu da küzədir, fərqlidir. 35-ci sual. Uyğunluğu müəyyən edin. Baş üzvləri feillə ifadə olunan cümlə. Baş üzvləri söz birləşməsi ilə baş üzvlərdən yalnız birini iştirak etdiyi cümlə bir-bir baxmaq lazımdır. İşləyənlər həmişə mükafatlandırırlar. Təbii ki, feildir, işləyənlər də feildir. Fərq yoxdur ki, biri məsələn feili sifət, biri təəssüflənən feildir, onun fərqi yoxdur. Hər iki halda feildir. Və biz birə A-nı götürərik. Birin A olmadığı variantlarda çıxırıq. Qəlbində anlaşılmaz hisslər olan Surxay, mübtədamız ümumiyyətlə feil deyil və yarımçıq qalmış simfoniyasını davam etdirmədi. Bundan biri feildir. B-nin əslində uyğun gəldiyi nə birə uyğun gəlir, baş üzvləri söz birləşməsi deyil, təkcə sözdür. Heç birinə uyğun getmir. Yəni, biz artıq B variantın heç birinə aid eləmirik. Və ona görə A-nı da çıxırıq. Geriyə C variantı qalır və yoxlayaq. 2-nin C olduğu həqiqətən də baş üzvləri söz birləşməsi bədən dili davranışla idarə olunan ünsiyyət növüdür. Nədir ünsiyyət növüdür? İsmi birləşmə hansı ünsiyyət növüdür? Bədən dili. Daha doğrusu nə? Bədən dili. Bu da ismi birləşmə. Hər ikisi oldu. İsmi birləşmə və C-yə uyğundur. 3-ə də D ilə E-yə baxaq. Burada davranışla idarə olunan söz birləşməsidir, amma bu təyin rolundadır. Baş üzv deyil, ikinci dərəcəli üzvdür. Hamının sevincidən qol-qanad asdığı gün idi. Təbii ki, bu cümlə bir xəbərdən ibarətdir. Baş üzvdən yalnız biri var, bəlidir. Başqasına aid olan şey qarışmazlar. Bu da ümumi şəxsi cümlə olduğuna görə təbii ki, burada mübtəda olmaz və ona görə də xəbərin iştirak etdiyi sayılır. Bu da E bəndi uyğundur. C bəndi. 36-cı sual. Çobanın könlü olsa tək edən pendir tutar cümləsində yanlış fikri istəyir bizdən, doğru deyil. Baş cümlə müəyyən şəxsi sadə cümlədə. Baş cümlə təbii ki, bu bir hissədir. Yəni, D bəndi doğrudur. İşarə düzdür. Baş cümlənin xəbəri feilin gələcək zamandadır. Bəli, ar, bu da doğrudur. Hər iki cümlə feili xəbərli, bəli, könlü olmaq, pendir tutar.
Feili xəbərlidir, bu da doğru. Baş cümlə müəyyən şəxs sadə cümlədir. Bəli, o mübtədasını bərpa edirik, amma görərsiniz ki, burada sasə var, amma sasə olsa da bağlayıcı söz, yəni sual əvəzliyi lazımdır bizə. Cümlədə ümumiyyətlə sual əvəzliyi yoxdur və E variantı yanlış olaraq qəbul olunur. Gəldik növbəti suala, 37-ci sual. Cədvəldə uyğun, yəni doğru fikirləri müəyyən etmək lazımdır. Bunun üçün cədvələ baxmaq lazımdır. Yəni cümləni oxumazdan əvvəl baxaq görək yalnız birinə aid olan istəyir və burada hər ikisinə, bu hər dəfə buraxılış imtahanlarına düşən sual tipindəndir. Zaman zərfinə aid söz işlənmişdir. Təbii ki, baxın burada axırda, nə zaman? Bax, bu axırda sözü zaman zərfidir. Burada bir dənə axırda sözüdür. Bu hadisədən sonra sözü zaman qoşması nəyə görə? Hadisədən sonra birlikdə bir suala cavab verir. Yəni, biz biri doğru kimi qəbul edirik. Çünki yalnız birindədir zaman zərfi. Birin olmadığı variantlarda çıxmaq lazımdır. Ara söz işlənmişdir. Ümumiyyətlə cümlələrin heç birində mən ara söz görmürəm və ikində çıxırıq. Feili bağlama tərkibi işlənmişdir. Feili bağlama tərkibi. Yəni, yalnız birində. Axırda bu işdən əl üzüldür və soyuqdan donaraq, bəli, soyuqdan donaraq ara gərək feili bağlama tərkibi. Amma aşağıdakı cümlədə feili bağlama aid tərkib yoxdur. Və üstə doğrudur. 1-3 və 1-3. Deməli ki, variant namizəddir. Zərfli və xəbərdən ibarət sadə cümlədir. Burada hər ikisinə yazıb. Əslində yuxarıdakı cümlə o cür təhlil olunur, amma bu hadisədən sonra polis idarəsinə getdi. Nə zaman? Haraya? İtən əşyalarının siyahısını verdi. Hansı əşyalar? Baxın, bura təyində gəlir. Yəni, zərfli xəbərdən ibarət deyil. Təsriflənən feillər keçmiş zamandadır. İndi, verdi. Bəli. Hər ikisi keçmiş zaman. Təbii ki, təsriflənən feildirsə, zamanda işlənəcək. Zamana görə dəyişəcək və 5-i də götürürük. Cavab da 1-3-5. 38-ci sual. Doğru fikirlər istəyir bizdən. Əvvəlcə suallara baxaq. İlk sözün şərtlərinə həm sinonimi, həm antonimi var. Baxaq görək, müasir. Müasirin sinonimi yeni, çağdaş, uyğun gəlir. Yəni, antonimidəki köhnə, qədim olacaq. Bəli. Baxın, biri götürürük. Birin olmadığı variantlarda çıxdıq. Tünd qara hərflərlə yazılmış ifadə mürəkkəb feildir. Sərf etmiş sözü bəli etməklə işlənir. Ayrı yazılan mürəkkəb feil, tərkib mürəkkəb feil götürülür və içində doğru götürürük. 2-də doğrudur. 1-2 olan variantlara baxsaq, digərlərini çıxırıq. Sifətin çoxaltma dərəcəsinə aid 2 söz var. 2 söz. Müasir Azərbaycan, müasir sözü, məsələn, adi dərəcədir. Musiqisinin banisi professional musiqiçi, professional adi. Üzeyir Hacıbəyli ixtisasca müəllim olmuş, özünün 40 ildən artıq bir dövrünü müəllimlik peşəsinə sərf etmiş. Xalqının maariflənməsi və inkişafı üçün çox faydalı. Burada bir dənə çox faydalıdır, çoxaltma dərəcəsidir və bu səhvdir. Peşəkar sözünün sinonimi bəli var, professional sözü. 4 də doğrudur və cavab olacaq D variantı. Burada bani düzdür, bir şeyin əsasını qoyan, amma təqlid edən deyil. Təqlid edən bunun mənası deyil. Və 39-cu suala baxırıq. 39-cu düşündürücü sualdır. Yanlış fikirlər istəyir bizdən. Gizlədin feilini tərkibi. Deyir ki, bir kök və bir qrammatik. Əslində gizlə sözün kökü. Bu iki cür düşünülə bilər. Nə isə gizlədim keçmiş zamanda. Feilin xəbər şəkli. Bir də var. Mən nə isə gizlədim. Əmr şəklində. Yəni, bu leksik şəkilci və qrammatik şəkildə şəxs olma ibarət olur. Yəni, hər iki halda səhvdir bir. Kök və başlanğıc forması fərqli nitq hissəsinə aiddir. Kök və başlanğıc forması xeyr, çünki hər iki halda gizlə və gizlət sözləri feildir. Feilə aiddir. Yəni, biz ikini də səhv götürsək, cavablarda 1-2 olan variantlara baxırıq artıq. Yəni, sualımızı asanlaşdırırıq. Yalnız sadə feil kimi düşünmək olar. Düşünək feilinə baxırıq. Təbii ki, bunu biz belə də təhlil etsək, əmr şəklində və arzu şəklində təhlil etsək, 2 dənə qrammatik versək, təbii ki, sadədir və bu doğrudur. Yəni, onsuz da biz 3-lər çıxmışıq. Düşüncə sözü ilə eyni köklüdür yazıb. Biz düşüncə sözünün əvvəla düşüncə sözü, kökü düşün feilidir və düzəltmə sözdür.
Amma düşünək feili sadə sözdür. Qaydaya görə sadə sözlər eyni köklü ola bilməz və ona görə 4 səhvdir. 1, 2, 4 olan variantımız da var. A bəndi. Və nəhayət sonuncu 40-cı sual. Deməli, cümlə ilə bağlı yanlış fikirlər istəyir. Özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən. Cümləsi ilə bağlı yanlış fikirdir. Deməli, burada nə edirik? Təsriflənməyən feil tərkib əmələ gətirmişdir. Burada təsriflənməyən feilimiz maqmək məstərimizdir. Cümləni təhlil etsək, nə edirsən? Göstərirsən. Nəyi? Öz gücsüzlüyünü. Nə ilə göstərirsən? Özündən. Gücsüzə qəzəblənmək ilə. Yəni, burada 3 cümlə üzvü oldu. Bir də doğrudur. Bəli. Baxın, maqmək özündən qabaqki sözləri birləşdirib tərkib əmələ gətirib. Məqsəd və intonasiyaya görə cümlə 3 növündə işlətmək mümkündür. Bunun bir qaydası var, asan. Əgər bu cümlə zaman şəkildə işlənibsə, təbii ki, nəqli cümlədir. Nəqli cümlə heç vaxt əmr cümləsi ola bilməz, əmr də nəqli ola bilməz. Yəni, onun yerində işlənə bilməz. Dəyişmək olmaz, yəni. Birin çıxsaq geriyə 3 qalır da. Yəni, sual cümləsinə verə bilərik. Nida cümləsi yüksək hissiyacağını işlədib nidada da verə bilərik. Yerdə qalıb bir də nəqli. Yəni, 3 dənə işlətmək mümkündür. Altından xətt çəkilmiş söz tabelilik əlaqəsini yalnız əsas tərəfidir. Bəli, çünki burada cümləmiz onsuz da şəxsiz cümlə deyil. Çünki şəxsiz cümlənin xəbəri heç vaxt ikinci şəxsin təkində olmaz. Bu, ümumi şəxsiz cümlə olduğuna görə mübtədası yoxdur, biri qalıb, bəli. Və cavab da oldu E bəndi. Həqiqətən də bu səhvdir. Yəni, bu da buraxılış suallarımızın izahı. Bura qədər.